Salam Nüşabə, zəhmət olmasa özünü təqdim elə. Salam, mən Nüşabə, Bakı Avrasiya Universitetinin Filologiya, Azərbaycan Dili və Ədəbiyyat fakültəsində təhsil alıram. Ənənə deyəndə nə başa düşürsən? Ənənə deyəndə bir xalqın, bir toplumun və ya bir ailənin keçmişdən gələn öz milli kimliyi, milli adət-ənənələrini nəsildən nəslə ötürülərək bu günə qədər gəlməsi ənənə adlanır. Məsələn, Novruz bayramının adət-ənənələri, daha sonra böyüklərə hörmət etmək, qonaqpərvərlik, bunların hamısı mən ənənə kimi başa düşürəm. Gündəlik həyatınızda və ya ailənizdə hansı milli adət-ənənələri qorumağa çalışırsınız? Gündəlik həyatımda və ailəmdə bir çox ənənələri qorumağa çalışıram. Məsələn, bunlardan biri ailə süfrəsində birlikdə oturmaq, yəni bir-birimizi gözləmək ya da böyüklər gələndə ayağa qalxmaq, bayramlarda öz qohumlarımızla, ailəmizlə qeyd eləmək, bunların hamısı mən hələ də qoruyub saxlamağa çalışıram. Çox gözəl. İndi orta və yaşlı nəslin nümayəndələri belə düşünürlər ki, müasir gənclər milli dəyərlərimizə əvvəlki nəsillərlə müqayisədə daha az maraq göstərirlər. Sən necə düşünürsən? Yəni yaşlılarımız niyə belə düşünürlər? Səncə gənclərin milli dəyərlərdən uzaqlaşmasının, əgər bu fikir doğrudursa, əsas səbəbləri nələrdir? Yaşlı və orta nəslin belə düşünməyinin bir çox səbəbləri var. Çünki onlar öz dövrləri ilə indiki dövrü müqayisə edirlər və keçmişdə görürlər ki, məsələn, keçmişdə insanlar öz milli adət-ənənələrinə daha bağlı olurlar, milli kimliklərinə daha bağlı idilər. Bir yerdə otururdular, uşaqlar nənəli babalarının yanında böyüyürdülər. Onlardan nağıllar, hekayələr eşidirdilər və bunu da unutdurmamağa çalışırdılar. Ancaq indiki dövrümüzdə bu milli kimliyin ikinci plana atılması daha çox gənclərin həyatına təsir göstərir. Bunun da əsas səbəbi qloballaşmadır. Çünki artıq texnologiya dövrüdür və texnologiya dövründə də gənclər daha çox başqa xalqların həyat tərzinə, musiqilərinə, gündəlik həyatına təsir göstərirlər və bu da onların həyatına təsir edir. Bu şəkildə də maraq göstərirlər. Maraq göstərirlər, bəli. Artıq onlar kimi onların həyat tərzinin öz həyatlarında istifadə etməklə öz milli kimliklərindən uzaqlaşmağa başlayırlar. Bəs digər xalqlara inteqrasiya dövründə yaşayırıq qeyd elədiyin kimi. Yəni həm onların həyat tərzi ilə tanış olub, həm öz adətlərimizi qoruya bilərikmi? Bəli, onu edə bilərik. Bunu məcburi şəkildə yox, daha çox çünki zorla gözəllik olmur, belə bir ifadə var. Məcburi şəkildə yox, onların daha maraqlı şəkildə sosial şəbəkədə daha maraqlı kontentlər çəkərək öz milli kimliyimizi həm başqa xalqlara ötürə bilərik, həm də unuda bilmərik. Çox gözəl. Evdə valideynləriniz ənənəyə biganə olmağınızla bağlı heç olubmu ki, səni qınasın? Belə bir məqam olubmu? Çox deməzdim, amma olub. Məsələn, onlar kəndə getmək istəyəndə, nənə-babanın yanına getmək istəyəndə, mən bəzən getmək istəmirəm. Buna görə də mənə biraz, belə deyim, acıqlı hirslənirlər, qəzəblənirlər ki, niyə getmək istəmirsən? Çünki mən burada doğulub böyümüşəm, artıq buranın həyat tərzi, şəhərin həyat tərzinə məxsusam, onun üçün getmək istəmirəm. Amma buna görə qınayırlar bəzən. Səncə onlar düz deyirlərmi? Sən özünü qınadığın olubmu ki, gərək gedərdim, nənə ilə, baba ilə görüşərdim? Olubmu ki, sonradan peşman olmusan? Olub, bəli, peşman olduğum olub. Çünki nənələrdən, babalardan biz çox şey eşidirik. Onların duası, danışdığı rəvayətlər, hekayələr bizim həyatımıza çox şey qatır. Bayaq sən də qeyd elədin ki, qloballaşma təsir eləyir, sosial media platformalarında gənclərin deməli qeydiyyatı və ondan istifadəsinin çoxalması çox təsir eləyir gənclərin dəyərlərdən uzaqlaşmasına. Yəni bunu necə qorumaq olar, balansı necə qorumaq olar? Həm sosial mediadan istifadə eləyəsən, amma yəni mümkündürmü dəyərlərimizi unutmayaq? Bəli, mümkündür. Sosial medianın gənclərin, eləcə də digər insanların həyat tərzinə həm müsbət, həm də mənfi cəhətləri var təsir etməkdə. Mənfi
tərəfləri odur ki, məsələn, gənclər sosial şəbəkədə başqa bir xalqın həyat tərzinə ya da ki, onlara yaxşı görünmək üçün trend anlayışını həyata keçirməkdən ötürü öz milli kimliklərini ikinci plana atırlar. Onlara bənzəməkdən ötürü, onlar kimi daha çox izlənmə yığmaqdan ötürü öz milli kimliklərini unudurlar. Ancaq əslində bu yaxşı olmaz. Çünki onlar necə öz milli kimliklərini, adət-ənənələrini digər xalqlara ötürürsə, biz də eyni şəkildə öz milli kimliyimizi, adət-ənənələrimizi, hətta ədəbiyyatımızı, filmlərimizi hamısını digər xalqlara ötürə bilərik. Hətta gənclər bunun bizim milli geyimlərimizi, adət-ənənələrimizi biraz köhnəlmiş hesab edirlər. Daha başqa xalqların adət-ənənələrini daha müasir düşünürlər. Çox sağ olun Sizə Nüşabə. sağ olun.